Ay. Ya uşaqlar yekunlaşmışsınız. Ya suallarım var yazdım. Bunlar kurtardı şimdi. Sana bunu iki saklayayım ben. Sırada. Liderler gelin takdim edin. Gel. Liderler dayanın burada. Uşaqlar indi baxırıq diqqətlə. Əyləşin. Əyləşin. Sakitləşin. Birinci qrupu qutardı. Təqdim elə görüm işimizi. Biz burada Xəzər dənizindəki balıqlardan yazmışıq. Buradan yazmışam ki, Xəzər dənizində çoxlu balıqlar yaşayır. Bunlara xanız, siyənək, çirkə və başqa balıqlar daxildir. Xəzərdə neft də çıxarılır. Bu zaman Xəzər dənizi çirklənir. Sonra sualları əhatə eləmişsən. Aləmi balıqlar haqqında bildiklərinizi yazın. Yaxşı, yaxşı. İndi ikinci qutaran hansı qrup oldu? Neft daşları, danış görün. Mən Xəzər dənizinə tökülən çayları yazdım. Kürd çayı, Volqa çayı, Araq çayı, Samur çayı, Qafqaz çayı, Ağustava çayı. Sonra da Xəzərin çirklənməsi və qorunması haqqında bildiklərimi yazdım. Kür və Volqa çayları fabriklərin və zavodların çirkli sularını gətirib Xəzər dənizinə tökür. Yaxşı. Siz indi sən öz qrupunuzun işini oxu. Bakı xəritəsində cənuba tərəf ən böyük ada Bakı qrupunu, Duvanlı və Gil adalarıdır. Qızıl ağac qrupuna tərəf ən böyük adalar Sarı və Qulacan adalarıdır. Qara kürü, neft, balıq təsərrüfatı, qaz. İnsanlar balıqları tutub dükkanlara aparıb satırlar. İnsanlar balıqları alır yeyirlər. Ay sağ olun. Yaxşı uşaqlar, yazı taxtasında 3 qrupun işləri asılır. Düzdür? Liderlər də ona cavab verirlər. Üzünüzü çevirindi. Baxaq görə liderlərdən hansının cavabları sizi qane elədi? Yaxşı cavablandırıblar? Bəli. Yaxşı. Yaxşı, indi əyləşin. İndi mən suallar verirəm. Yaxşı, işinizə görə yaxşıdır. İndi suallarıma cavab verirsiniz görün. Belə bir nəticəyə gəlirik, sualları cavablandırırıq. Qulaq. Safur əziz qulaq asın. Deməli, Xəzərə tökülən ən böyük çaylar hansılardır? Mətndə də oxudunuz, işçi vərəqlərdə də qeyd eləmişsiniz. Xəzərə tökülən ən böyük çaylar hansılardır? İlkin, biraz aktiv olun. Xəzərə tökülən ən böyük çay Rusiyadan gələn Volqa çayıdır. O Rusiyadan gəlib Xəzər dənizinə tökülür. Yaxşı, Azərbaycanın özündən hansı çaylar Xəzər dənizinə tökülür? Kim deyər? De görün bir sağ. Mən Kür. Yenə yarımçıl cavab veririk. Kür çayı. Döv cavab vermək lazımdır. Sonra Fatimə hansı çaydır? Daha hansı çaylardır? Samur, sonra. Sonra Əhməd de görün. Araz. Yaxşı. Ağstafa çay, Qafqaz çay. Yaxşı. İndi mənim sualıma kim cavab verə bilər? Bu çaylar gəlirlər, tökülürlər Xəzər dənizinə. Xəzər dənizində hansı canlılar yaşayır? Hansı canlılar yaşayır? Kim deyər? Ayan de. Nərə balığı,
Xiyənət balığı, Xəzər qızıl balığı. Sonra otur, başka canlılar, Əhməddə görürüm, hansı canlılar? Oktopus, dəniz ulduzu, dəniz kirpisi, dəniz atı, yosun. Onlar hamısı, onlar da Xəzər dənizində yaşayırlar. Yaxşı, otur. İndi uşaqlar, yəqin ki, yoruldunuz, hə uşaqlar? Dincələk. İndi gəlirik, növbəti tapşırıq. Landıracağıq indi. Xəzəri elə bil ki, burada özümüzü Xəzər dənizinin sahilində hiss eləyir və ona aid mahnı oxuyacağıq. Başlayaq. 2, 3. Xəzər, Xəzər, coşqun Xəzər, tavan göyə, sinə bənzər. Xəzər, Xəzər, coşqun Xəzər, tavan göyə, sinə bənzər. Səhər axşam sularında gəmi üzər, qayıq gəzər. Səhər axşam sularında gəmi üzər, qayıq gəzər. Xəzər, Xəzər, coşqun Xəzər, dağlar göyə, çinə bənzər. Xəzər, Xəzər, coşqun Xəzər, dağlar göyə, çinə bənzər. Aferin, özünüzü almışlayın. Yaxşı, kızlar, oturun, əyləşin. İndi qulaq asın uşaqlar. Xəzər haqqında işçi vərəqlərdə işlədik, suallara cavab verdik. Mən istəyərdim bilim görüm, Xəzər haqqında siz daha nələri bilirsiniz? Daha nə deyə bilərsiniz? Kim deyə bilər? Kim deyə bilər? Rüyədə görüm Xəzər haqqında hansı sözlər deyə bilərsən, bilirsən, işləmirsən? Fransız yazıçısı Alexander Dumas Bakıya gələrkən Xəzər dənizinə xitaben bu sözləri işlətmişdir. Ey qəfəsə salınmış, quş kimi çırpınan Xəzər, sən başqa dənizlərlə birləşə bilmədiyinə görə heyfsilənir, köksünü ötürürsən. Ey dəniz, sənin alnındakı qırışlar qətiyyən əsrlərin qırışları deyil. Bunlar ilahi hisslərin təlatümləridir. Tufan başlayanda sən qaynayır, daşır və dəhşətli olursan. Lakin hərdən bir sən də sakitləşirsən. Aferin, alqışlayan Yaxşı, sonra Xəzər dənizi haqqında kim nələr deyə bilər? De görüm Şəms. Xəzərin dibində qazıntı işləri görüldüyünə görə orada seismik zona, vulkan püskürməsi, zəlzələ baş verir. Aferin, otur düzdür. Yaxşı uşaqlar, indi biz yorulduq. Gəlin yorğunluğumuzu bəzi məntiqi suallarla yorğunluğumuzu götürək. Olar elə eləmək, yaxşı? Yaxşı, o hansı dəniz canlısıdır ki, hərflərinin sayı, hərflərinin cəmi eləyir 12, fərqi isə eləyir 1. Hansı dəniz canlısıdır o? Hansı dəniz canlısıdır? Kim fikirləşib deyə bilər? Kim deyə bilər? De görüm Əhməd. Xəzər su itisi. Xəzər su itisi. Yaxşı. Otur, əyləş, afərin. Sonra kim mənə deyə bilər? O hansı Xəzər canlısıdır ki, hərflərinin hasili eləyir 55, hərflərinin hasili eləyir 55, fərqi isə eləyir, cəmi isə eləyir 16. 17. Hansı Xəzər canlısıdır? Kim onu deyə bilər? Kim? Safra de görüm. Sultan toyuğu. Sultan toyuğu deyil axı. Fikirləşin görür, kim deyə bilər? Türkan deyil, dey qızım. Xəzər, qızıl balığı. Hərflərin sayını da görüm orada. Xəzərdə neçə hərf var? Xəzər 5,
5 hərf var, sonra Qızıl da 5. Xəzər. qızıl balığı. Neçə hərf var uşaqlar? Kömək eləyin Türkana. De görüm. Qızıl Xəzərdə 5. Qızıl Ayağa dur. Ha. Qızılda 5. Balıqda da Hamısı bir yerdə. Qızıl balığı sözü neçə hərflidir? Bir yerdə mürəkkəb sözdür, bir yerdə yazılır o. 11. 11 hərfdir. Düzdür. Əyləş. İndi siz özünüz qonaqlarımızdan kimsə 2 rəqəmli ədəd deyin, həmin ədədlərdən onlar tapsınlar. 2 rəqəmli bir ədəd deyin. Tapşırıq verək tapsınlar. Hər hansı bir ədəd deyin, mən tapşırıq verim tapsınlar. 2 rəqəmli ədəd Salim müəllimə, deyin də. 12 asaddır. Mən onu da deyim onlara. Uşaqlar, o hansı ədədlərdir ki, onların qisməti eləyir 15, qisməti eləyir 15, fərqləri də eləyir 56. O hansı ədədlərdir? Hə, başqa vaxt adam dünyanı dağılırsınız. Hansı ədədlərdir onlar? Kim deyə bilər? Hə, ya mən də görüm qızım. Neçə? 7 ilə 8. Deyirəm indi, onlar deyim nətər olur? Nə gəlsin 8 eləyir 15. Mən cəm demədim ki, qismət dedim. Bizi çaşdınız, çaşdınız. Röyədə görüm hansı ədədlər? 60'la 4. 60'la, başqa vaxt dünyanı dağıtdılar. Başqa bir 2 rəqəmlədir. O hansı ədədlərdir ki, hasilləri eləyir 81, hasilləri eləyir 81, cəmləri də eləyir 18. Ben deyə verəm. Hə, digər tamil bil. 9 9 ilə 9. ilə 9 necə eləyirsən? Necə elədin? 9'u vururam 9'a eləyir 81. Aha. 9'un da üstüne gəlirəm 9'u eləyir 18. Yaxşı, 18. Yaxşı, uşaqlar. Ayan gəl. Yaz tahtasına. İndi Ayan yaz tahtasında Xəzər dənizinin puzzle hazırlayacaq, düzəldəcək. Götür bunları, şeylərini, bunların smayliklərini yap. Hə. Fikirlər. Orada hamısını aç, sonra düzelt koy yerine. Uşaqlar siz də baxın görüm onun səhvi olsa düzəldək. Sıra. Düz koydum. Düzeltti, düz belirdi. Aferin Ayam. Paylaş, paylaş. Yaxşı, şimdi biz Azərbaycanın xəritəsini Ayan puzzle-dan hazırladı, puzzle-dan. Mən onu həmişə farklı deyirəm. İndi kim gəlir mənə Xəzər dənizini çıxardı bilərəm buradan. Azərbaycan xəritəsinin bir izahını verər görüm, nətər olur? Gəl görüm, Əhməd gəl. Aktiv deyilsiniz ha, hamınız elə bir ki, üstəlik dayanmışsınız. Və taxtanı gidip götür oradan, çubuğunu. Əvvəlcə Xəzər dənizini göstər. Qərbdən, şərqdən Xəzər dənizidir. Ay, sağ ol, salam. Şimaldan Rusiyadır. Sərhəddir. Denəndə sərhəddir. Sərhəddə Rusiyadır. Qərbdən. Qərbdən Gürcüstandır. İndi mən dinə görüm Gürcüstandan hansı çay axır gəlir Xəzərə tökülür? Kür. Kür çayı, düzdür. Sonra Gürcüstan, sonra Şimali qərbdən Qərbi Azərbaycandır. biz onları Ermənistan demirik. Çünki onlar Qərbi Azərbaycandır. O Azərbaycanın torpaqlarıdır. Düzdür. Sonra Şimaldan da. yox. Cənub. Cənubdan da. İrandan
Həm sərhəddir. Yaxşı. Rusiyadan hansı çaylar tökülür Xəzər dənizinə? Volga. Volga, Samur. Volga, bir də Samur çaylar. Afərin, düzdür. Əhməd, düzdür. Yaxşı, düz danışdın, otur. İndi uşaqlar, gəlin yekunlaşdıraq dərsimizi görək. Bugün nə öyrəndik biz? Bugün keçdiyimiz dərsdən hansı nəticəyə biz gəldik? Hansı